Xəbər verdiyimiz kimi, bu şəhərdə kollektivinin 15 noyabrda Heydər Əliyev sarayında təqdim etdiyi Evda konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədə uyğun hesab etməyib. Mövzu ilə bağlı Qafqazinfoya danışan kollektivin üzvü əməkdar artist Rafael İskəndarov yayılan tənqidlərə münasibət bildirib. O qeyd edib ki, səhnəcikdə Qurban Qurbanovun şəxsiyyəti təhqir edilməyib. Nə gəldi elə yazırlar, nə yazırlarsa da özlərinə getsin. Orada Azərbaycan futbolundan danışılıb, Qurban Qurbanovun şəxsiyyəti ilə bağlı heç nə yoxdur. Saytlar bir şəkil qoyub cəmaatı qızışdırmaq üçün başlıq yazırlar. Bizim Qurban Qurbanovla yaxşı münasibətlərimiz var. Onunla bağlı heç bir təhqir edici səhnə yoxdur.